İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilən mənzillərlə tanışlıq məqsədi ilə Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksinə media tur təşkil edildi. Media nümayəndələri vətəndaşların ixtiyarına verilən yeni yaşayış sahələri ilə tanış oldu və mexanizmdən faydalanmaqla mənzil sahibi olmağın prosedurları barədə məlumatlandırıldı. İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirdi ki, 2025-ci ilin ötən dövründə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib. Sonuncu dəfə dekabrın 15-də Sumqayıt şəhəri Sülh küçəsində yerləşən yaşayış kompleksində 1, 2 və 3 otaqlı 188 tam təmirli mənzil təklif olunub. Bu günlərim kirayə mənzil mexanizmindən yalnız Azərbaycan Respublikasının vətəndaşları faydalana bilirlər və müraciət anına vətəndaşın yaşı 60-dan yuxarı olmamalıdır, vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalıdır və rəsmi gəlirlərə malik olmalıdır. Belə ki, bu tələblərə cavab verən vətəndaşlar öz müraciətlərini elektron formada etmiş olurlar. Belə ki, müraciətlər də çox sadədir. Vətəndaşlardan yalnız gücləndirilmiş elektron imza sertifikatı əldə etmələri kifayət olur və həmin vətəndaşlarımız öz elektron kabinetlərinə daxil olaraq öz müraciətlərini formalaşdıra bilirlər və müraciətlərini göndərən vətəndaşlara elektron sistem tərəfindən növbəllik əsasında avtomatik şəkildə görüş günləri təyin olunur. Və təbii ki, görüşdə iştirak edən vətəndaşların qəbulları Asan Xidmət Mərkəzlərində həyata keçirilir. Bugün bizim 2 saylı kommunal xidmət mərkəzində, eyni zamanda Sumqayıt Asan Xidmət Mərkəzində vətəndaşların qəbulu və məlumatlandırması prosesləri həyata keçirilir və görüş günündə iştirak edən vətəndaşların müraciətləri də ən qısa vaxtda qaydalara əsasən 5 gün ərzində qiymətləndirməsi həyata keçirilir və razılıq barədə qərar almış vətəndaşlarımız yaşayış sahəsi seçim hüququ əldə etmiş olurlar. Təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik. Məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərə yaxın ərazilərdə 2013-cü ildən sonra inşa edilən yaşayış komplekslərində yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub. Kombi isitmə sistemi, su, qaz, elektrik sayğacları ilə təchiz olunub. Mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. May ayında kirayə üsulu ilə mənzil satışa çıxarılmışdır və mən may ayında ilk cəhddən mənzil sahibi olanlardan biriyəm. Kirayə mexanizmi düşünürəm ki, gənc ailələr və orta gəlirli vətəndaşlar üçün çox uyğun, rahat və əlverişli real bir fürsətdir. Mənzillər tam olaraq çox gözəl bir komplekslərdə yerləşib, tam təmirli şəkildə təhvil verilir və köçüb dərhal yaşamaq üçün zəruri olan bütün şəraitlər tam şəkildə təmin edilmişdir. İlkin ödənişi çox uyğun bir məbləğdədir. Hal-hazırda avqust ayında köçmüşük bura və 4 nəfər ailə üzvündən bir yerdə yaşayırıq. Dövlət tərəfindən bu kimi layihələrin təşkil olunmasına görə və çox uyğun şərtlərdə yaradılan imkanların təminatı ilə bağlı bütün həmvətənlərim adından cənab prezidentimizə xüsusi minnətdarlığımı və bu layihədə iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. İndiyədək əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib. Ümumilikdə 2020-ci ildən kirayə mənzil mexanizminin tətbiqinə başlandıqdan bəri 9053 kirayə müqaviləsi bağlanılıb. Mexanizmdən yararlananların 60%-dən çoxu gənclər və gənc ailələrdir.